Yol polisinin sizin qayda pozduğunuza dair foto, video, sübutları təqdim etməyə borclu deyildir. Sürücü qırmızı işıqda keçib. Dövlət yol polisi əməkdaşı saxlayır ki, sən qırmızı işıqda keçmisən. Bu vaxtı sürücü dövlət yol polisi əməkdaşından görüntü tələb eləyir. Görüntü tələb etməyi bu qanunidirmi, yoxsa yox? Yol polisi sürücünü nə vaxt saxlayır adətən? Qayda pozuntusunu görəndə yol polisi saxlayır sürücünü ki, sən vizual aşkar etdikdə də belə deyək. Bilavasitə qayda pozuntusunu fərq etməz. Qırmızı işıqda keçdin, kəmər taxmamısan, telefonla danışmısan, xətti tapdalamısan, nişanın tələbini pozmusan və s. Yol polisi saxlayır sürücünü ki, sən filan qaydanı pozmusan. Bəli. Əksər sürücülərimiz nə edir? Deyir ki, sübut elə ki, mən qayda pozmuşam. Sübut elə ki, mən telefonla danışmışam və yaxud sübut elə ki, mən kəmər taxmamışam, mənə görüntünü göstər. Buradan həmin sürücülərə bildirmək istəyirəm ki, yol polisinin sizin qayda pozduğunuza dair foto, video, sübutları təqdim etməyə borclu deyildir. Yəni onun elə bir vəzifə borcu yoxdur ki, sən qayda pozmusan, onun sənə videosunu, fotosunu göstərsin. Yoxdur elə bir şey. Və sürücü də onu tələb eləyə bilməz ki, mənə göstər. Nətər olur? Əgər sürücü hər hansısa bir qaydanı pozursa, yol polisi gəlir saxlayır, deyir ki, sən qırmızıda keçdin. Bəli. Əgər sürücü qayda pozuntusu ilə razıdırsa, ona İnzibati Xətalar Məcəlləsinin səhv etmirəmsə 124-cü maddəsi ya 123-cü Qırmızı maddəsi. işığı deyirsən də sən. Fərq etməz. Qırmızı işıq olsun, nə hər hansı bir qayda pozuntusunu gözü ilə görür. Birbaşa qərarlı protokol təqdim eləyir. Birbaşa. Yox, əgər sürücü narazıdırsa, o zaman qərarsız şəkildə təqdim eləyir. Bəli. Əlavə olaraq onu da qeyd edeyim ki, yol polisi gözü ilə gördüyü qayda pozuntusuna görə elektron kabinetə heç bir foto, video yerləşdirmir. Çoxları deyir ki, mən gəldim, mənə saxladı qırmızı işığa görə və yaxud xəttə görə, amma elektron kabinetdə foto, video yoxdur. Yerləşdirilmir. Qanunla polis saxlayırsa, inzibati xəta haqqında protokol açılır, qərarlı və yaxud qərarsız və vurulur sistemə. Sürücü əgər narazıdırsa, İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinin 1.8-ci bəndinə əsasən qeyd olunur ki, barəsində inzibati xəta iş aparılan şəxs əgər həmin yer inzibati xəta hadisəsi video kameraların müşahidə altındadırsa, yəni kameralar düşüb, müraciət eləyir Baş Dövlət Yol Polis İdarəsinə, ona foto və video görüntüləri əyani şəkildə təqdim etməyə borcludurlar və hətta daşıyıcıda da, sürətini daşıyıcıda ala bilər ki, zəhmət olmayın, elektron WhatsApp-la göndər, e-mail-la göndər, diskə yaz ver. Onlar təqdim etməyə borcludur, bunun da hüququ var ki, onu tələb etsin.